Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Maraqlıdır, ev dustaqlığında olan Ramiz Mehdiyevi kimlər ziyarət edir? Ümumiyyətlə, qanun yaxınlarının onunla görüşməsini qadağan edirmi? Mövcud qanunvericiliyə görə ev dustaqları elektron qolbağla ev dustaqlığında olan şəxslər müəyyən şərtlərlə yaxınları ilə görüşə bilərlər. Lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi qaydalardan asılıdır. Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə təsir edə bilərsə, həmin təmaslara icazə verilmir. Əgər şəxsə konkret qadağalar qoyulubsa, məsələn, evə gələnlərin siyahısı məhdudlaşdırılıbsa, bu zaman yalnız icazə verilən şəxslərlə görüşmək mümkündür. Ramiz Mehdiyevin ağır dövləti cinayətlərdə itham olunduğunu nəzərə alsaq, onunla görüşə icazə verilən şəxslərin siyahısının məhdud olduğunu düşünmək olar. Savaş Mediazın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev ev dustaqlığını məşhur Avropa otelinin yanında Tiflis prospektindəki villasında çəkir. Həyat yoldaşı Galina Mehdiyevanın da onun yanında olduğu bildirilir. Övladlarına gəlincə isə onların heç birinə Ramiz Mehdiyevlə görüş icazəsi verilməyib. Sabiq prezident administrasiyasının rəhbərinin qaldığı evə giriş izni olan yeganə şəxs isə Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisidir. Bütün alış-veriş və bazarlıq işlərini də onun həyata keçirdiyi bildirilir. Xatırladaq ki, bir müddət öncə mediaya açıqlama verən mühafizəçi bunu təsdiqləmiş və evin bazarlıq işləri ilə məşğul olduğunu demişdi.